Ətraf aləmə hərə bir cür baxır. Biz Azərbaycana və dünyaya yazıcı postuna baxacağıq. Postdan isə həm müşahidə aparırlar, həm müdafiə olunurlar, həm də atəş açırlar. Şəhid ailəsi üstünlüyünü anlamadım. Yəni, şəhid ailəsi olmayan Xudavəngi görə bilməzmi? Nizaminin bir misrasını bütün dünya kimi Kremldə oturanlar da unutmamalıdır. Qüvvət elmindədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Mən Azərbaycan xanımlarında arzumun həyatına bir həsəd hiss elədim. Bir Almanla ailə qurub. İnsanların həyatı o qədər maraqsızdır ki, arzum onların ulduzuna çevirir. Azərbaycan konstitusiyasında yazılıbmı ki, hamı vətənpərvər olmalıdır? İnsan, yəni vətənpərvər olmağa borclu deyil. Ümid eləyirəm ki, bu hadisə Taleh bəyə bir dərs oldu və bir daha bu cür seksist yanaşma onun video şarkılarında, filmlərində biz görməyəcəyik. Salam dostlar, mən məzuniyyətdən qayıtdım. Məzuniyyətdən gələnlərə uğurlu iş günləri, gedənlərə uğurlu istirahətlər arzulayıram. Məzuniyyətim demək olar ki, işğaldan azad olunan ərazilərdə keçdi, çox yaxşı gəzdim və maşın olmayan yerlərə getdim. Sosial şəbəkələrdə məni izləyən insanlar yəqin ki, gördülər. Bir məqama xüsusi vurğu salmaq istəyirəm. Bu, işğaldan azad olunan ərazilərdəki tarixi abidələrin ziyarəti ilə bağlıdır. Bu, niyəsə bu məsələlərdə bir balaca qadağalar və yasaqlar var. Məsələn, mən Kəlbəcərə gedəndə Xudavəngi görmək istəyirdim. Təbii ki, qələm adamıyam, oranın təəssüratı hansısa bir yazıda, bir məqalədə, bir çıxışda mənə stimul verə bilərdi. Ciddi bir, bilirsiniz, yerdir ora. Ancaq nədənsə orada dedilər ki, ziyarət qadağandır. Səbəb soruşdum, ağıllı bir açıqlama vermədilər. Hətta mənə dedilər ki, şəhid ailəsizsə olar getmək. Biraz da qəribə hisslər yaşadım ki, indi şəhid ailələrinə müəyyən statuslar var, olmalıdır və biz buna sevinirik. Amma abidənin ziyarətgahına şəhid ailəsi üstünlüyünü anlamadım. Yəni, şəhid ailəsi olmayan Xudavəngi görə bilməzmi? Əgər burada tikinti gedirsə, ziyarət təhlükəlidirsə, bir qayda ora yazıb, bir deməli cədvəl vurmaq olar, elan lövhə vurmaq olar ki, bu səbəbdən ziyarət mümkün deyil. Analoji hal Laçında yaşandı. Məsələn, Ağoğlan məbədinə, bilirsiniz ki, dünya səviyyəli bir abidədir. Ağoğlan məbədinə giriş qadağandır. Orada da hərbiçilər dayanıblar və heç bir ciddi açıqlama vermədən, bir səbəb göstərmədən deyirlər ki, bura girmək qadağandır. Yəni, indi sərhəd zonasına yaxındır, bəlkə buna görə falan, heç olmasa insanlara bir səbəb demək lazımdır. Bir balaca bu məsələ məni narahat elədi, ancaq sevindirici hal odur ki, mən Kəlbəcərdən Dəlidağ üzdən maşın yolu ilə indi açılmış, azadlıqdan sonra açılmış Laçın İstisu Kəlbəcər yolu ilə gəldim və balaca maşınla gəldim, yəni sedan maşınla gəldim, çox rahat gəldim. Buna çox sevindim ki, vaxtı ilə atla gedə bilmədiyimiz yerlərə bu cür maşınlarla sərbəst gedirik və orada çoxlu insanlar gördüm, binələr, obalar, hətta Ağdaşdan bir nəfər gördüm, məni də tanıdı, verilişimizi izləyir. Çox məmnun oldum, yəni o qarın arasında, buludların, dumanın arasında orada tanış çıxmağımız və çox sevindim ki, nəinki Qarabağ bölgəsindən, hətta Ağdaşdan belə orada insanlar var, təsərrüfatla məşğul olurlar. Məsələn, bizim kəndimiz 120 ev çıxmışdı, 60-dan yuxarı 70-ə yaxın ailə bu saat oradadır və sentyabr-oktyabr aylarına qədər orada qalacaqlar. Laçının özündən qat-qat çox əhali yaylaqlardadır və mən arzulayıram ki, ziyarətçilərin maraqları nəzərə alınsın, o torpaqlara getmə səbəbləri, stimulları çoxalsın. Bu tarixi abidələr də onların içindədir. Eyni zamanda insanlar həmin coğrafiyaları tanımırlar, hətta Laçının, Kəlbəcərin daha rahat ərazilərində yaşayan adamların çoxu öz rayonlarına tamamilə bələd deyirlər. İndi yollar biraz rahatlı gedirlər və ümidvaram ki, o yollar asfaltlanandan sonra daha çox ziyarətçi gələcək və biləcək ki, bizim necə gözəl yerlərimiz var və necə gözəl yerləri işğaldan azad eləmişik. Dünya gündəmində diqqətimi çəkən ən ciddi mövzu Rusiyada əhalinin ölkədən qaçmaq meylidir. Keçən verilişlərdə də biz dedik, Ukrayna artıq qeyri-hərbi, lakin strateji nöqtələri vurmağa başlayıb və mənə görə başqa əlacı yoxdur. Çünki qarşı tərəfdə zaman-zaman bundan istifadə edib, hətta dinc əhali olan yerləri vurub. Ukrayna indi dinc əhali olan yerləri vurmur, ancaq strateji nöqtələri vurur və neft bazaları da bura daxildir.
və qarşı tərəfi sülhə məcbur etmək üçün şəxsən mən başqa çıxış yolu görmürəm və bunun nəticəsində, məsələn, son yanğınların birində qara tüstü artıq Moskvaya gedib çatmışdı. Bunun nəticəsində Rusiya əhalisi artıq müharibəni öz evində hiss eləyir və bu da əhalinin kütləvi şəkildə ölkəni tərk eləməsinə səbəb olub. Və bununla bağlı konkret rəqəmlər var. Deməli, internetdə xarici pasportu tez almaq və ölkədən çıxış qaydalarını öyrənmək üçün müraciət edənlərin sayı son bir ayda 200 dəfə artıb. Eyni zamanda benzin növbələri, sərhəddə olan növbələr, hətta tıxaclarda benzin oğurluqları, kamera qeydləri görünür. Hətta varlı insanlar məcbur olur ki, necəsə bu və digər yollarla benzin əldə eləsinlər, yanacaq əldə eləsinlər. Belə bir vəziyyətdir və bu vəziyyət mənə nə ümidi verir? Rusiya əhalisi nəhayət öz hakimiyyətinə ədalətsiz müharibə üçün etiraz eləməlidir. Mən demirəm inqilab eləməlidir, mən demirəm hakimiyyəti devirməlidir. Ən azı ciddi etirazlar olmalıdır ki, müharibə tərəfdarı olan Kreml nümayəndələri özlərini yığışdırsınlar və ciddi şəkildə sülh danışıqlarına başlasınlar. Bunun mən başqa alternativini görmürəm. Mən elə gəlir ki, Nizaminin bir misrasını bütün dünya kimi Kremldə oturanlar da unutmamalıdır. Qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Yəni Qarabağda baş verən hadisələr Rusiya silahlarının hansı vəziyyətdə olduğunu göstərdi. Bizim deməli savaşla bağlı muzeyimiz, Zəfər muzeyimiz bunun əyani şahididir. Gedib orada baxa bilərsiniz. Dünya başqa bir istiqamətə gedir. Kreml korrupsiya ilə, rüşvətxorluqla, hakimiyyəti orta əsr qaydaları ilə saxlamaq yollarını axtaranda Avropa elmlə qabağa gedib, ölkələr elmlə qabağa gedib və indi Ukraynada, Ermənistanda haqlı olaraq həmin bu yolu seçirlər. Sivil, progressiv, dünyəvi inkişaf yolunu seçirlər və bu yola heç kim maneə törədə bilməz. Proses sadəcə uzana bilər. Rusiya sadəcə iqtisadi rəqabətdə, hərbi rəqabətdə, siyasi rəqabətdə uduzmağa başlayıb ciddi şəkildə və buna məhkumdur. Rusiyanın indiki hakimiyyətinin məğlubiyyəti isə həmişə qeyd edirəm, postsovet məkanındakı bütün xalqların ciddi azadlığı deməkdir. Bizim rahat yaşayışımız deməkdir. Yəni hətta belə mən ifadə eləyərdim ki, bu gün dünyanın taleyi yenə də Ukraynada həll olunur. Tanrı haqqın tərəfində olsun. Bu həftə həm də milli mətbuatımızın 151 yaşını qeyd elədik. Həmişə bu il dönüm gələndə mən düşünürəm ki, Həsən bəy Zərdabi sağ olsaydı bu günlər üçün nə deyərdi və düzü ortaq bir qənaətə gələ bilmirəm. Mənim mətbuatımızda ən çox narahat eləyən, başlığa çıxardığım ifadədir, alternativsiz mətbuat. Alternativsiz mətbuat nədir? Yəni bizdə mətbuatda qarşı tərəfin fikri yoxdur. Alternativ fikirlər yox dərəcəsindədir. Bütün saytlar, bütün media resursları təxminən eyni mövzuları yazırlar və təəssüf doğuran cəhət bundan ibarətdir ki, daha çox hansısa uğurun mətiyyəsi ilə məşğul olurlar və mənim anladığım mətbuat yalnız fakt kimi bunları göstərə bilər, mətiyyə ilə məşğul olmaz, əksinə tənqidi, dramatik nüansları üzə çıxardar, əks fikri mütləq verər və onun üzərində şərhlər aparar. Bunun sayəsindədir ki, mətbuatımızdan istər vizual sahədə, istər internet resurslarında, istər çap sahəsində müəlliflər demək olar ki, yoxa çıxıb. Zaman-zaman mən sevə-sevə oxuduğum müəlliflər olub mətbuatda, hətta patifiqasını yığdığım müəlliflər olub. İndi o müəlliflər ya yoxdular, ya onların yazmaq imkanı yoxdur və daha çox sosial sifariş yoxdur və ən bəlalı tərəf də buradır. Yəni bizdə hətta bunun nəticəsində bədii publisistika deyilən janr demək olar ki, yoxa çıxıb. Yox dərəcəsindədir. Halbuki nəinki aidiyyatı sahə üzrə müəyyən ağıllı analizlər, eyni zamanda Azərbaycan dilinin inkişafı, yeni imkanları mənimsəməsi, yeni terminlərin işlənməsi baxımından bu janra çox böyük ehtiyac var. Eyni zamanda bədii publisistika, ədəbiyyatı, kinonu bəsləyən bir sahədir. Yəni bildiyiniz kimi sadə jurnalistikadan, xəbər jurnalistikasından ədəbiyyata bir mərtəbə yaxındır, ədəbiyyatla xəbər jurnalistikasının arasındadır. Yəni xəbər jurnalistikası bu gün öndədir, video trendlər öndədir və alternativ fikirlərin olmaması
müəllif yazılarının yoxa çəkilməsi nəticədə tiktokerlərin, blogerlərinin səviyyəsi, mövqeyi, düşüncəsi aydın olmayan, bilinməyən, hətta bəzən zərərli olan insanların aktivləşməsinə və gündəmə gəlməsinə səbəb olur. Çünki insanlar mütləq fərqli fikir dalınca düşürlər. İnsanın hətta əks fikrə, fərqli fikrə, fərqli rənglərə mütləq ehtiyacı olur. Onlar o ehtiyacı təəssüf ki, deməli, bəzən söyüş söyən aparıcıların, bəzən səviyyəsi çox aşağı olan blogerlərin, tiktokerlərin hesabına doldurmağa çalışırlar və bu uzaq mənzilli bir fəlakətdir. Hakimiyyətə yaxın olmaq üçün, özünü hakimiyyətə yaxın göstərmək üçün məthiyə ilə, tərənnümlə məşğul olan jurnalistlər və qələm adamları şəxsən məni qıcıqlandırır. Çünki nələr baş verir ölkədə, uğurları da, uğursuzluqları da biz görürük, insanlar görür, sosial şəbəkələr hesabına ən azı bunu görürlər. Yəni bu araya düşüb, reallıqla deməli, hakimiyyət siyasəti arasına düşüb, hakimiyyətin xeyrinə mövqe sərgiləmək, papadan artıq xristian olmağa çalışmaq mənə elə gəlir jurnalistikanın işi olmamalıdır. Qələm mütləq şəkildə öz azadlığını, müstəqilliyini qorumalıdır və sən bunu qoruduğun təqdirdə meydanı səviyyəsiz aparıcılara və blogerlərə vermirsən, meydanda yenə peşəkarlar olur və həmin peşəkarlar obyektiv yazanda hər bir problemdən hakimiyyət haqqında da müsbət fikirlər deyəndə oxucular ona inanır. Ancaq bugün təəssüf ki, bizim bir çox tanınmış media kapitanları, məsələn, bir çox şərhçilər var ki, ən sadəlöv tamaşaçını belə inandıra bilmirlər və YouTube-da baxış saylarına biz baxanda, ora diqqət eləyəndə bunun nəticələrini görürük. Mənə elə gəlir ki, bu barədə ciddi düşünməliyik. Mən məzuniyyətdə olduğum müddətdə arada telefonun enerjisi imkan verəndə və internet imkanı olanda istər-istəməz peşə vərdişi kimi internetə girirdim, xəbərlərə baxırdım. Hər yerdə arzum qarşıma çıxırdı. Məhkəmə prosesi, qəzadan görüntülər, bunun çıxışları və s. və s. Yəni bütün mətbuatın ən ciddi saytların belə manşetində arzumu görürdüm və mən bu xanımı tanımırdım həqiqətən. Bu hadisələr sayəsində mən bunu tanıdım və maraq üçün TikTokda bir neçə çıxışına baxdım və dəhşətə gəldim. Və dəhşətə gəldim, bayaq dediyim fikirləri doğruldan amillərlə qarşılaşdım. Yəni həmin boşluq ki, tamaşaçını doydurmur, tamaşaçı ki, alternativ heç bir fikir ciddi mətbuatda görmür, yönlənir bu cür insanlara və mən Azərbaycan xanımlarında, gənc xanımlarda arzumun həyatına bir həsəd hiss elədim. Yəni bu həsəd nədən ibarətdir? Arzum bir almanla ailə qurub və sanki bir almanla ailə qurmaq Azərbaycan xanımının xilasıdır. Sosial çətinliklərdən, bürokratiyadan və s. və s. Mənə elə gəlir, çox ciddi sosial mühəndislər bu barədə araşdırmalar aparmalıdır. Niyə belədir? Niyə arzumdan qat-qat səviyyəli Azərbaycan gəncləri ona həsəd aparırlar? Hətta nikahsız belə bir almanla ailə qurduğu üçün, dünyaya övlad gətirdiyi üçün. Bu həsəd aparmağa dəyərmi? Və onun çıxışlarına mən baxdım, əri ilə çıxıb. Təbii ki, şəxsi işlərdir, mən buna qarışmıram. Əri ilə çıxıb efirdə öpüşürlər, uşaqlarını çağırırlar ekrana və aşağıdan da biraz aşağı səviyyəli söhbətlər aparırlar. Ancaq yüz minlərlə ora baxış var, insanlar maraq göstərir və insanların həyatı o qədər maraqsızdır ki, arzum onların ulduzuna çevrilib. Mən xanımın azadlığa buraxılmasını alqışlayıram, heç kimin həbs olunmasını istəmirəm. Yəni orada günahı var, yoxdur. Təbii ki, hüquq mühafizə orqanları araşdırır. Ümid edirəm ki, obyektiv araşdırma gedəcək. Ailə vəziyyəti ilə əlaqədar deməli onu buraxdılar. Vəkilinin açıqlaması oldu. Çox gözəldir. Bunun mətləbə dəxli yoxdur. Mətləbə dəxli olan arzuma həsəd aparan Azərbaycan gəncliyidir. Arzumla öz deməli mənəvi boşluğunu, informasiya boşluğunu doldurmağa çalışan yüz minlərlə insandır. Onun TikTok fəaliyyəti indi ona qadağan olunub, internet fəaliyyəti, ancaq mən belə göz atdım, deməli yarım milyondan çox səhifələrinin birinin abunəçisi var idi. Yəni TikTokda. Bunlar çox ciddi məsələlərdir. Biz bunun ağrılarını uzun müddət yaşayacağıq. Bizə bu təsadüfi gəlir. Yenə qeyd edirəm, dünyada da bu cür fenomenlər var. Ancaq bu fenomenlərlə yanaşı bayaq qeyd elədiyim ciddi mətbuat da var, ciddi müzakirələr də var. Elm sahəsinə maraq da var.
elmi məqalələri də oxuyanlar var, bədii əsərləri də oxuyanlar var, bədii publistika və esse janrının həvəskarları var, kinoya gedənlər var, teatra gedənlər var. Bizdə ancaq böyük bir boşluq var və bu boşluğu demək olar ki, heç bir ictimai əhəmiyyəti olmayan insanlar doldururlar. Bu, yenə deyirəm, uzaq mənzili bir problemdir və bu barədə dərin-dərin düşünməliyik. Mirşahin müəllimin müsahibəsini mən dinlədim. Maraqlı mövzulara toxunub, yəni yenə deyirəm, Mirşahinlə bağlı mən həmişə danışanda deyirəm, mövqeyidir, filan da özü bilər. Ancaq etiraf eləməliyik ki, çox ciddi mövzulara toxundu. Onların biri bugün gündəmdə olan və hamımızı maraqlandıran, eyni zamanda Rusiyanın köçməsi kontekstində verilişimiz üçün, buraxılışımız üçün əhəmiyyətli olan bir məsələ Green Card məsələsidir. Mirşahin müəllim deyir ki, Green Card alan Azərbaycanlılar əgər sevinirsə, qonaqlıq verirsə, dostları ilə sevinə-sevinə sağollaşıb gedirsə, o vətənpərvər deyil. Ümumiyyətlə, məndə belə bir sual yarandı. Azərbaycan konstitusiyasında yazılıbmı ki, hamı vətənpərvər olmalıdır? İnsan, yəni vətənpərvər olmağa borclu deyil. Biri vətəni sevər, biri sevməz və biz bura fokuslanmamalıyıq. Kimsə vətənpərvərdir, vətənpərvər deyil. Vətənpərvər olsa biz onu görəcəyik. Hərgah bugün vətənpərvərlikdən danışan çoxlu fırıldaqçılar var. Məşhur deyim bugün də öz aktuallığını itirmir və biraz da daha da güclənir ki, fırıldaqçıların sığınacaq yeridir vətən mövzusu, vətənpərvərlik. Hətta bu konteksti də kənara qoyub deyirəm ki, tutaq ki, biri vətənpərvər deyil. Azərbaycan vətəndaşıdır. Biz fokuslanmalıyıq hara? Azərbaycan vətəndaşı Green Card alıb ölkəni tərk eləyəndə niyə sevinir? Bax, əsl sual budur. Mən çox istəyərdim ki, Mirşahin müəllim peşəkar bir jurnalist kimi, peşəkar bir qələm adamı kimi, eyni zamanda peşəkar bir TV-nin rəhbəri kimi bax, bu mövzunu araşdırsın. Şəxsən mənim üçün, mənim kimi düşünən tamaşaçılar üçün maraqlı bir reportaj, hətta bir sənədli film ortaya qoysun. Azərbaycan insanı ölkədən qaçmağa niyə sevinir Azərbaycan gənci? Mənim öz variantlarım var, öz ətrafımda olan gənclərdən onu görürəm, öz qohumlarından onu görürəm. Mən görürəm ki, onların imkanı olsa, imkanı olan onsuz da gedir, imkanı olsa gənclərin çoxu gedəcəklər. Çünki ailə qura bilmirlər. İşə düzələndə maaş adekvat deyil. Məsələn, çoxu ev dərdindən ailə həyatı qura bilmir. Mənim ətrafımda olan insanlardan danışıram. Çoxu ailə qurub dolanışıq dərdindən, çoxlu uşaq valideyni olmaq istəmir və bu səbəbdən Azərbaycanda dəhşətli bir demoqrafik fəlakət gözlənilir. Uşaqların sayı fəlakətli səviyyədə aşağı düşür. Green Card-a sevinməklə uşaqların sayının aşağı düşməsi və bu demoqrafik fəlakət eyni qəbildəndir. Və biz araşdırsaq əgər Green Card-a sevinən insanlar niyə sevinirlər? Bu problemin kökünə gedib çıxacaq. Bəzən vətənpərvərlik ölkəni qoyub qaçmaqla özünü biruza verə bilər. Düzü, mən bu mövzuya qayıtmaq istəmirdim, lakin mənə çoxlu suallar ünvanlandı. Məzuniyyətdə olduğum müddətdə yazdım ki, gündəm artıq keçib filan, ancaq gördüm ki, insanlar hələ də maraqlanır. Ona görə qısa bir münasibət bildirmək istədim. Halbuki balaca bir statusda yazmışdım Facebookda. Taleh Yüzbəyov istedadlı bir insandır, şübhəsiz. Mən onun bütün, demək olar ki, YouTube platformasında olan layihələrini izləmişəm. Çox uğurlu işləri var onun. Ancaq bu məsələdə niyə birdən-birə qadınların belə qəzəbinə tuş gəldi və bunu bilərəkdən etdimi? Bu ona lazım idimi? Mənə elə gəlir ki, bilərəkdən etmiş olsa belə böyük yanlışa yol verdi. Çünki Taleh müəllim qadın hüquqları ilə bağlı biraz ciddi düşünməlidir. Bu, Azərbaycanda çox həssas bir sahədir. Yəni, biz Azərbaycan qadınını o qədər incitmişik ki, ömrümüzün axırınacan, əsrlər boyu bu mövzuya həssas yanaşmağa borcluyuq. Hətta onların bir çox yanlışlarını da belə qəbul edib bağışlamalıyıq. Nəinki, məsələn, plastik əməliyyat üçün, hansısa dolğu, üz dəyişdirmə əməliyyatları üçün böyük bir qrupa istehza eləmək, onları aşağılamaq. Və burada ən böyük məsələ Taleh bəyin sənət qaydalarını pozması olub. Düzdür, söhbət bir reklam rolikindən gedir. Ancaq qarşı tərəfdə təsadüfi adam deyil. Taleh həm də ciddi qəbul olunan, yəni peşəkar kinoya doğru addımlarını atan, insanların güvəndiyi bir
imzadır, bir şəxsdir, bir rejissordur və bir aktyordur. Yəni bu mənada o həm də bir intellektual kimi, savadlı bir insan kimi mənə görə bu məsələlərə həssas yanaşmalıdır. Söhbəti nədən gedir? Mən istəyərdim o məşhur Roland Barthes'ın müəllifin ölümü haqqında məşhur essesini oxusun və bəlkə də oxuyub, indi bura tətbiq eləmək istəməyib, bəlkə bilməyib eləməyi. Orada çox incə bir nüans var və Talehin ən böyük səhvi bundan ibarətdir. Əlbəttə biz demirik ki, Taleh bəy niyə təbiiliyi müdafiə eləyir, niyə məsələn süni şəkildə özünü gözəlləşdirən, görkəmini dəyişən, bir-birə oxşayan insanlara niyə etiraz eləyir? Söhbət bu deyil. Yəni əslində ciddi kino, ciddi sənət doğrudan da adamların təbiilikdən çıxmasına etiraz eləməlidir. Ancaq bunu sənət vurğusu ilə, məntiqi vurğu ilə söyləməlidir. Nəinki müəllif kimi açıq şərhlərlə böyük bir qrupu aşağılamaq, onlara üstdən aşağı baxmaq, müqayisə eləmək. Adi reklam haqqında qanunda qaydalar var ki, sən hətta insanları yox, diqqət eləyin incə məqama, insanları yox, hətta əşyaları, hansısa markanı, məsələn, içkiləri reklam eləyərkən başqa bir brendi, başqa bir istehsalatı aşağılaya bilməzsən. Bunu eləyə bilməzsən. Sən təbiiliyi seçmək üçün üzündə süni əməliyyatlar aparan qadınları aşağılaya bilməzsən, onlara üstdən aşağı baxa bilməzsən. Bu pisdir, bu yaxşıdır. Deməli, seçimini açıq şəkildə müəllifin dili ilə söyləyə bilməzsən. Barth da bundan danışır. Məşhur Roland Barthes. O deyir ki, müəllif təqdim etdiyi ideyanı, verdiyi mesajı öz tamaşaçısında sənətkarlıqla aşılamalıdır. Yəni, birbaşa durub çıxış eləyəndə bu həm sənət baxımından zəif bir iş alınır, həm də müəllifin açıq mövqeyini ortaya qoyur ki, onu da zərbə altına salır. Hansısa bir qrupu, bir irqi, deməli, bir insanı dini, sinifi, sosial mənsubiyyətinə görə, hansısa bir partiyanın, məsələn, bir çoxluğu ifadə edən bir partiyanı ümumilikdə, ümumi insanları, bir toplumu, bir qrupu heç vaxt açıq tekstlə aşağılamaq olmaz. O sadəcə sənətkarcasına onu çəkə bilərdi, təqdim eləyə bilərdi. O təbii olmayan xanımla, deməli, təbii bir xanımın kontrastını yarada bilərdi. Süjeti elə qurardı ki, bu mesaj çox ustalıqla tamaşaçıda aşılanardı. Hətta daha çox süni əməliyyat eləyən, üzündə süni gözəlliklər yaradan insanları belə düşündürməli idi ki, bəlkə mən bu addımı səhv atmışam. Ancaq ümumilikdə problemin qaldırılması, deməli, hər hansı bir sənətkar üçün biz o qadağanı qoya bilmərik və adamların çoxu da yanlışa burada yol verirlər. Adamlar elə bilirlər ki, mənim yazdığım statusda da, elə düşünürdülər ki, biz Taleh Yüzbəyovu təbii gözəlləri, təbii xanımları təqdir elədiyi və süni gözəllikləri tənqid elədiyi üçün ona qarşı çıxırıq. Yox, biz Taleh Yüzbəyova qarşı ona görə çıxırıq ki, onu ona görə tənqid eləyirik ki, təbii ki, mən linçin, təhqirin əleyhinəyəm, onun övladı ilə bağlı yazılan məsələlərin əleyhinəyəm, ancaq söhbət intellektual müstəvidə mədəni şəkildə bax, bu cür müzakirə olunmalıdır və ictimai qınaq mütləq olmalıdır. Biz Taleh bəyin insanların seçiminə hörmətsiz yanaşmasını tənqid edirik. Bu qəti şəkildə yol verilməzdir. Eyni məntiqlə biri də Talehə aktyor olduğu üçün aşağı yanaşa bilər. Məsələn, elə dindarlar var ki, misal üçün deyirəm, aktyorluğu mütriflik sayır. Durub deyə bilər ki, məsələn, siz də mütrifsiz. Bu da yol verilməz bir şeydir ki, yəni bir aktyor sənətinə, bütün aktyor ordusuna öz sənətinə görə bu cür aşağı baxasan, öz seçiminə görə bu cür aşağı baxasan. Yəni bu götürür bütün fərqli fikirlərə qarşı aqressiyaya aparır. Hərənin bir düşüncəsi var, hərə bir cür yanaşır. Məsələn, bir xanım düşünür ki, o dodaqları doluğu olanda daha gözəldir, biz onun işinə qarışa bilmərik. Necə ki, bir adam namaz qılır, biz onun işinə qarışa bilmərik. Necə ki, bir adam ateistdir, biz onun işinə qarışa bilmərik. Biz onun seçimlərinə hörmətlə yanaşmalıyıq. Konstitusiyamızda multikultural dəyərləri təbliğ eləyir. İnsanların fikrinə, seçiminə hörməti təbliğ eləyir. Biz mütləq şəkildə bunu gözləməliyik və xüsusən sənətdə bu incə kodlara yerbəyer riayət etməliyik. Ümid eləyirəm ki, bu hadisə Taleh bəyə bir dərs oldu və bir daha bu cür seksist yanaşma onun video çarxlarında, filmlərində biz görməyəcəyik. Yeri gəlmişkən onun bir filmi də var. Məsələn, orada gərək ki, adı təsadüfdür. Orada kök bir xanıma ironiya eləyir. Məsələn, orada heç bir narahatlıq yoxdur. Çünki söhbət obrazdan gedir. Yəni, obraz özü kök bir xanıma deyir ki, sən də köksən, beləsən, onu lağa qoyur. Bu heç kimi qıcıqlandırmır. Amma
məntiqi vurğu müəllif tərəfindən bütün kök xanımlara qarşı diskriminasiyaya köklənərsə əgər, təbii etiraz doğuracaq. Bax, burada deməli, gözlənilməli incə xətt bundan ibarətdir və sənətkar bunu mütləq gözləməlidir.